Əgər Porsche-da maşın idarə edirsə, bu video sizlər üçün maraqlı olacaq. Çünki bu videomuzun mövzusu maşın sığortasıdır. Bu yaxınlarda maşınımın sığortasını yenilədim və bunun haqqında bir neçə sizlərə məlumat verəcəm. İlk öncə onu deyim ki, Porsche-da maşın sığortası çox vacibdir. Çünki sığortasız maşın idarə eləsəz, bu sizin üçün çox ciddi bir sonluqla nəticələnə bilər. Yəni burada maşın sığortası çox vacibdir. Bu məsələlərə diqqət yetirin. Sığorta vaxtını keçməyin. Burada bir neçə sığorta tipi var. Aylıq da eləyə bilərsiniz, illik də eləyə bilərsiniz. Salamatı illikdir. Bir neçə aydan bir sığorta ilə vaxt keçirməyin düşünürəm ki, heç bir mənası yoxdur. Ən əsas məsələ də sığortadan endirimdir. Əgər maşınınızı qəzasız sürsəz, çox ciddi olmasa da cüzi, amma maraqlı endirimlər əldə edə bilərsiniz. Bununla yanaşı Porsche-da bir neçə sığorta şirkəti var, fərqli-fərqli. Hansı firma ilə istəyirsiniz, o firma ilə işləyə bilərsiniz, sığortalaya bilərsiniz maşınınızı. Sığorta məsələsində belə bir maraqlı məqam var, onu da bildirim. Əgər sürücülük təcrübəniz uzundursa, yəni sürücülük vəsiqənizi çoxdan almışsa, illərin sürücüsüzsə, bunların hamısı qiymətdə hesablanır. Qəzasız sürüş və s. bu tip şeylər sığortanın qiymətini ciddi dəyişə bilər. Bir məsləhət, çalışın, eyni şirkətlə işləyin, loyal müştəri statusunu alın. Bu da sizin üçün çox vacibdir. Gələcəkdəki sığorta məsələlərimizə. Sığortanın qiyməti isə əsasən maşının ilindən, mühərrikin gücündən, mühərrikin yanacaq tipindən, sürətlər qutusunun fərqliliyinə görə qiymət dəyişə bilər. Amma ümumi əsasən video daxilində dediyim bütün hər şey toplu halda baxılır və mütəxəssis tərəfindən sonda bir qiymət deyilir. Bu videodan da bu qədər, bacardığım qədər bu mövzu haqqında sizlərə məlumat verdim. Vermədiyim və yaxud da sizlərə maraqlı gələn bu mövzuda suallarınız varsa, videonun şərh bölməsindən mənə yaza bilərsiniz.